Bismillahirrahmanirrahim. İnsanların bir-birləri ilə anlaşmasının ən əsas vasitəsi danışıqdır. Danışıq təkcə fikir bildirmək üçün yox, eyni zamanda insanın daxili tərbiyəsini, mədəniyyətini və əxlaqını göstərən güzgüdür. Bu səbəbdən söz seçimi, ton və üslub böyük əhəmiyyət daşıyır. Ədəbli insan danışarkən diqqətli olmalıdır. Qarşısındakı şəxsin yaşını, mövqeyini, yerini və şəraitini nəzərə alaraq danışmaq ədəb qaydalarına daxildir. Sözlərimizlə insanları incitmək, alçatmaq düzgün deyil. Əksinə, səmimi, anlayışlı və nəzakətli danışmaq insani dəyərlərimizin göstəricisidir. Kobud, aqressiv və tənqid dolu sözlər insan münasibətlərini korlaya bilər. Hətta zarafat edərkən belə qarşı tərəfin hisslərini nəzərə almaq vacibdir. Söz var kəsdirər başı, söz var kəsdirər savaşı. Atalar məsəli təsadüfi yaranmayıb. Bu sözün gücünü və məsuliyyətini dərk etməyin vacibliyini göstərir. Dinləmə də danışıq ədəb qaydalarına daxildir. Qarşı tərəfi sözünü kəsmədən dinləmək, fikirlərinə hörmətlə yanaşmaq, cavab verməzdən əvvəl düşünmək mədəni davranışın əlamətidir. Həmçinin gündəlik danışıqda ədəbsiz və kobud sözlərdən uzaq durmaq lazımdır. Gözəl və təmiz danışmaq insanın şəxsiyyətini ucaldır və cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.